Dünən axşam Qurtuluş Reabilitasiya Mərkəzinə qaçdığı deyilən jurnalist Nəsimi Nəsibzadəni hələ də mərkəzə gətirə bilməyiblər. Bu barədə Pravda.az açıqlama verən mərkəzin rəhbəri Ceyhun Salmanov deyib ki, hər bir pasiyenti 3 ay sonra bir neçə nəfərin nəzarət altında çölə çıxırlar. Nəsimi Nəsibzadənin yaşının təcrübəsini, alicənablığını nəzərə alaraq etibar etdik. Toplu şəkildə dəfələrlə gəzintilərdə olmuşuq. Qarabağa da getmişik. Xalq onu tanıyır. Böyük bir məsuliyyətin altına giririk. Hamı onun sağalmasını istəyirdi. Darıxdı, gəzmək istədi. Mən də tək özümlə apardım. Nizami küçəsində təşkil olunmuş soyuq əllər, isti ürəklər yarmarkasına getdik. Kumbi yedik, tirdə atdıq, əylənməsini istədim. Sonra restoranda əyləşdik. Çay içmək istəyirik, sifariş etdik. Mən kesiyə gedib qaydanda gördüm ki, Nəsimi müəllim yoxdur. Yəni reabilitasiya mərkəzindən qaçmayıb, restorandan qaçıb. 5 ay Nəsimi müəllim gözlədi. Evindən bizə səslənmədi. Pəncərənin açıldığını gördüm. Sonra qonşular gecə saat 4-də zəng etdilər ki, biz onunla danışdıq. Onunla 5-10 dəqiqə söhbət etsək, yenə sağlam düşüncəyə gətirə bilərik. Güya reklam şou olunduğuna dizib qaçdığını deyirlər. Əksinə, ümumi mərkəzin daxilində sıxılırdı. Deyirdi ki, gəzmək istəyirəm. Çox ehtimal ki, hələ narkotik istifadə etməyib. Amma idarə heyətində fikir ayrılığını da var ki, artıq istifadə edib. Təcrübəli şəxslər onun davranışına əsasən belə diaqnoz verirlər. Jurnalist Ceyhun Əsgərovla bağlı isə hər şey yaxşıdır. İnanırıq ki, onunla bağlı problem çıxmaz, o bildirib.